İlk xəbərimiz Prezident İlham Əliyevin Serbiya səfəri ilə bağlıdır. Azərbaycan və Serbiya liderləri Belqradda Strateji Tərəfdaşlıq Şurasının ilk iclasını keçirib. Görüşdə iqtisadiyyat, energetika və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi əsas mövzu olub. Hər iki tərəf bir sıra sənədlər imzalayaraq gələcək layihələr üçün zəmin yaradıb. Süjetimizdə Serbiyaya ezam olunmuş əməkdaşımız Süleyman Həmidov səfərin maraqlı anlarını və önəmli məqamlarını təqdim edəcək. Fevralın 16-sı Serbiya üçün önəmli gündür. Ölkədə həm dövlət günü qeyd edilir, həm də ali qonağın gəlişi gözlənilir. Paytaxt Belqrad bizi intensiv yağışla qarşılayır, lakin bu diplomatik danışıqların aparılması üçün maneə hesab olunmur. Serbiya sarayının qarşısında artıq xüsusi qırmızı xalı döşənib. Bu isə o deməkdir ki, bir neçə dəqiqədən sonra Azərbaycan prezidenti əraziyə təşrif buyuracaq və rəsmi qarşılama mərasimi start götürəcək. Heyətlər hazır olduğuna görə rəsmi qarşılanma mərasimi artıq start götürə bilər. Prezident Vučićin Azərbaycanlı həmkarına rəğbəti salamlaşmadan hiss olunur. Son illərdə intensiv siyasi dialoq digər sahələr olduğu kimi iqtisadi sahənin də genişlənməsinə şərait yaradıb. Müsbət saldo artan ticarət dövriyyəsi bunun əyani sübutlarından sadəcə biridir. Prezident İlham Əliyevin hazırki Belqrad səfəri hazırda hökm sürən münasibətləri daha da genişləndirmək və indiki mərhələdə olan münasibətləri yeni mərhələyə çıxarmaqdır. Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Serbiyalı həmkarı Aleksandr Vučić ilə təkbətək görüşü baş tutdu. Tərəflər gündəlikdə olan məsələləri nəzərdən keçirdilər. Daha sonra Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclası başladı. Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirilməkdə israrlı olduğunu deyən Vučić, Prezident Əliyevlə qazla işləyən elektrik enerjisi stansiyası məsələsini müzakirə etdiyini bildirdi. Öz növbəsində Azərbaycan dövlət başçısı vurğuladı ki, tərəflər qaz əməkdaşlığından başlayaraq növbəti mərhələyə, qazın elektrik enerjisinə çevrilməsi və hər iki tərəf üçün maksimal səmərəliliklə istifadəsinə keçid edirlər. Bu layihə Azərbaycanın son illərdə Avropaya əsas investisiyalarından biri olacaq. Geniş tərkibli görüş bitib, sənədlərin imzalanma mərasimi keçirilir. Bir neçə dəqiqədən sonra isə hər iki prezident mətbuata birgə bəyanatla çıxış edəcək. Mətbuata birgə bəyanatdan öncə dövlət başçılarının iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi baş tutdu. Daha sonra isə prezidentlər gün ərzində aparılan danışıqların yekunlarına dair baxış bucaqlarını ifadə etdilər. Aparılan islahatlar nəticəsində Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bildirən Prezident İlham Əliyev Balkan ölkəsi ilə energetika əməkdaşlığına diqqət ayırdı. Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çox şahəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bugün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektriyin əldə olunmasına da nail olacaq. Bu həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Öz növbəsində Prezident Vučić bildirdi ki, ölkələr arasında əməkdaşlıq həyatın hər bir sahəsində inkişaf edir. Onun sözlərinə görə 2012-ci illə müqayisədə xidmətlər sahəsində Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi əvvəlkindən 16 dəfə çoxdur. Həmçinin strateji tərəfdaşlıq sayəsində biz Azərbaycanla yeni əlaqələr, mümkün olan ən yaxın əlaqələr qurmuşuq. Mən hesab edirəm ki, bu Serbiya Respublikası və onun vətəndaşları üçün olduqca vacibdir. Bu vaxta dək biz 57 sənəd imzalamışıq və bunun üstünə bugün imzalanmış onlarla digər sənədi də əlavə edə bilərik. Həmin sənədlər sosial həyatın bütün sahələrində münasibətlərimizin yaxşılaşdırılması üçün möhkəm zəmin rolunu oynamalıdır.
Süleyman Həmidov, İlqar Abdullayev, Rüstəm Mikayılzadə, TV Xəbər, Belqrad.